Hamıya salam. Bugünkü mövzumuz əmək haqqının hazırlanması tabelidir. Hansı ki biz burada əmək haqqının hesablanması üsullarından danışacağıq Excel üzərində. Bilirik ki, Excel proqramının daimi istifadəçilərindən biri də əlbəttə ki, mühasiblərdir və yaxud da insan resurslarını idarə edən mütəxəssislərdir. Və onlara lazımdır ki, əmək haqqını necə hesablasınlar. Qanunvericiliyə əsasən ümumiyyətlə deyə bilərik ki, əmək haqqından tutulmalar iş yerindən, əmək haqqı məbləğindən və başqa amillərdən asılı olaraq dəyişir. Tutulmalar ümumiyyətlə sektor deyəndə iki sektora ayırırıq. Qeyri-neft və ya özəl sektor, yaxud da deyirik neft və dövlət sektoru. Qeyri-neft və ya özəl sektorda bildiyimiz kimi, əgər insan resurslarından falan bu vergilər barədə təlim keçənlər olubsa, bunu çox yaxşı bilərlər ki, ümumiyyətlə deyirik ki, əmək haqqından tutulmaların 4 fərqli növü var. Gəlir vergisidir, DSMF vergisidir, işsizlikdən sığorta və icbari tibbi sığorta vergisidir. Bunları işçilər ödəyir, təbii ki də 4 növ vergini. Və ona görə də buradakı cədvəl üzərində göstərəcəyik ki, bunlar necə hesablanırlar. Ümumiyyətlə gəlir vergisi. Dedik ki, qeyri-neft sektor, özəl sektor var, neft və dövlət sektoru var. Gəlir vergisi necə hesablanır? Birinci başlayaq özəl müəssisələrdən gəlir vergisi barədə danışaq. 8000 AZN-dən aşağı əmək haqqı əgər 8000 AZN-dən aşağıdırsa, burada vergi tutulmayacaq. Əgər 8000 AZN-dən yuxarıdırsa, burada əmək haqqının 14% tutulur. Ona görə də gəlin buradakı düsturu izah edin və yenidən yazın. İF düsturudur bu. Hansı ki İF düsturu çox önəmli düsturlardan biridir. Gəlin düsturu silək və izahlı bir şəkildə yenidən yazaq. İF düsturu əgər deməkdir. Yəni burada bizə şərt qoyur. Hansı ki biz dedik ki, özəl sektorda gəlir vergisinin şərti var. Bu da 8000 AZN-dir. 8000 AZN-dən yuxarı olarsa, əgər əmək haqqının 14% tutulacaq. Ona görə də bərabərdir işarəsini qoyuruq. İF düsturunu yazırıq. Burada faktiki əmək haqqı barədə hesablanması asandır. Onu ən sonda deyəcəm. Burada faktiki əmək haqqını istinadən həmişə eləyirik. Faktiki əmək haqqını seçdikdən sonra kiçik bərabərdir yazırıq. Kiçik bərabərdirsə 8000 AZN-ə vergül atırıq, 0 yazırıq. Hansı ki value if true-nu 0 götürürük həmişə. Yəni bu true deməkdir. Daha sonra isə vergül açırıq, daha doğrusu parantez açırıq. İçərisinə yenə də faktiki əmək haqqına istinad edirik. Çıxırıq 8000 AZN. Daha sonra isə burada vururuq 14%. Dediyimiz hər şeyi tətbiq edirik. Gəlir vergisi. Çəki aşağı. Gördünüz, olduğu kimi qaldı. Gəlir vergisi, deyək ki, bizdə neçə işçi var? 1, 2, 3, 4, 5, 6. 6 işçi var, sadəcə biri gəlir vergisi ödəyəcək. Niyə? Çünki bu 6 işçinin hamısına baxanda bunların əmək haqqısı nə qədər göstərir? Birində 900, birində 4500, birində 2700, sadəcə bir nəfərdən 10.000 manat əmək haqqı var. Ona görə də o 8000 manatdan yuxarı olduğu üçün gəlir vergisində 216 manat qaydaya əsasən, yəni 14% kimi tutulacaq. Yəni, belə deyək, 10.000-dən 8000 AZN çıxılacaq, yerdə qalan məbləğin isə 14% tapılır və burada da gəlir vergisi hesablanır. Digərlərini görürük ki, gəlir vergisi hesablanmır. DSMF nədir? DSMF Dövlət Sosial Müdafiə Fondudur. Hansı ki, burada da özəl və dövlət sektoruna görə ayrılır. Özəlin şərti 200 manatdır. İşçiyə deyirik, bunu işçiyə tətbiq edirik. Gəlin bu düsturu silək, yenidən yazaq. Deyirik ki, özəlin şərti var, 200 manat. Əgər işçi 200 AZN maaş aldıqda, əmək haqqısı, bunun 3% vergiyə cəlb olunacaq. Əgər işçi 200 AZN-dən az maaş aldıqda da 3% vergiyə cəlb olunacaq. Bircə dəqiqə. Cəlb olunacaq. Əgər işçi 200 AZN-dən çox əmək haqqı aldıqda, əmək haqqıdan 200 AZN-i çıxıb 10%-ə vururuq, üzərinə də 6 manat pul gəlirik. Hansı ki 6 manat bilirsiniz nədən gəlir? 200 manat ilə 3% nə qədər eləyir? 6 manat. O 6 manat həmin 6 manatdır. Deməli, burada düstur necə hesablanır? İF'i açdıq, çünki burada şərt var. Yenə də istinad edirik faktiki əmək haqqına. Faktiki əmək haqqı, deməli, böyük bərabərdirsə,
200 manatdan. Vergül atırıq. Yenə də istinad edirik bu xanaya. Vurulur 3%. Bayaq dediyim kimi. 3%. Vergül atırıq. Üzərinə gəlirik 6 manat. Bu 6-nı yazırıq. Bir dəqiqə. Üzərinə gəlirik. Yenə bu xanaya istinad edərək. Daha doğrusu parantez açırıq ki, əməllər qarışmasın burada. Yenə bu xanaya istinad etdik. Bu xanadan çıxırıq 200 azim. Bir dəqiqə. 3% yazdıq. Vergül atdıq. 6 manat. Üzərinə gəlirik. Deməli. Bu hissəni açdıq. Aha. Y2-dən çıxırıq 200 azim. Bir dəqiqə. Y2-dən çıxdıq 200 azim. Mötərizəni bağladıq. Vururuq. Hesablayırıq bunun neçə faizini? 10%. 10%. Bayaq dediyimiz kimi. Və mötərizəni bağlayırıq. Burada bir dənə mötərizə olmalıdır. Və DSF-ni hesabladıq. Baxın, bu düsturla işlənilib hamısı. Bu şəkildə hesabladım. Bu şəkildə cavabları bizə verdi. İşsizlikdən sığorta. İşsizlikdən sığortada isə sadəcə biz götürürük 0,5%. Əmək haqqının faktiki əmək haqqının 0,5% işsizlikdən sığorta ilə olur. Ona görə də istinad edirik. Faktiki əmək haqqını vururuq 0,45, daha doğrusu 0,5%. Cavabları alırıq. Bu asandır. İcbari tibbi sığortada isə burada fərqlər olur. Hansı ki, burada da 8000 azin şərt var. 8000 azin şərtini gəlin yazaq. Şərt olduğu üçün if-i istifadə edəcəyik. If nəyə görədir burada? İfi istifadə etdikdən sonra biz nə edirik? İcbari tibbi sığorta. Yenə də istinad edirik faktiki əmək haqqına. Burada böyük bərabərdir işarəsini qoyuruq. 8000 AZN deyil bizim şərtimiz. Vergül atırıq. Yenə istinad edirik bu xanaya. Vururuq 2%. Hansı ki biz gəlin bu icbari tibbi sığortanı oxuyaq. 8000 AZN pul şərti var. Dövlət müəssisəsində özəl müəssisə burada bərabər hesablanır. İşçi ilə işə götürən bərabər şəkildə ödəyir. Vəzifə maaşı 8000 AZN və yaxud da 8000 AZN-dən aşağı olarsa 2% tapılır. Vəzifə maaşı 8000 AZN-dən çox olduqda isə 160 manat üzərində gəlsin. Yerdə qalan məbləğin 0,5%. Ona görə də burada yazdıq 8000 AZN. Faktiki əmək haqqını vurduq 2 AZN-ə, daha doğrusu 2%-ə. Ondan sonra vergül atırıq. 160 manat üzərinə gəlinsin. Açırıq. Yenə bura istinad eləyirik. Çıxılsın 8000 AZN. Çünki biz nə dedik? Yerdə qalan məbləği dedik. Aha, sonra vurulsun. Vurulsun. 0,5%. Gördünüz, tapıldı. Cavablar görürsünüz. Qeyri-neft sektoru ilə dövlət sektorunda eynidir. Çünki bayaq dedim axı, dövlət müəssisəsindən özəl müəssisə burada eyni şəkildə hesablanır. Cəmi hesablayanda nə edirik? Cəmi hesablayanda sum düsturunu keçmişik təbii ki də, keçən dərslərdə. Sum düsturunu istifadə edirik və ümumi olaraq xanaları seçirik, cəmini tapırıq. Cəm düsturu bu şəkildə hesablanır. Əmək haqqını necə tapırıq? Bizə nə lazımdır? Faktiki əmək haqqı nə qədərdir? 900 manat. 900 manatdan çıxırıq vergiləri. Niyə vergilər çıxırıq? Baxın, burada əmək haqqını gross yazmışıq. Gross nə deməkdir? Yəni, vergi ilə verilən əmək haqqı. Yəni, vergini çıxmayıb. İşçiyə bu maaşı verəcək, işçi öz vergisini ödəyəcək deməkdir. Əmək haqqını hesablamaq üçün də faktiki əmək haqqından çıxacağıq bu vergilərin cəmini və bizə verəcək axırda bizə qalan məbləği. Bu şəkildə olacaq. Faktiki iş saatları necə hesablanır?
daha doğrusu faktiki əmək haqqı necə hesablanır? If error funksiyası var. If error funksiyası bizə nəyi deyir? Əmək haqqını bölürük iş saatlarına, normal olaraq. İş saatlarına böldük. Yəni, bir saata düşən pulu tapırıq. Onu da vururuq faktiki iş saatına ki, bizə doğru bir qərar versin. Bu şəkildə də əmək haqqını tapırıq. Məsələn, 900 manat onun əmək haqqısıdır, iş saatını tam işləyib. Baxın, faktiki iş saatı ilə iş saatı eynidir. Ona görə 900 manat maaşı alır. Amma Hüseynin 4500 əmək haqqısı var, iş saatı 176 saatdır, amma 160 saatını işləyib. Ona görə də təbii ki, 4500-ün daha aşağı bir maaş alır. Bu şəkildə. İndi keçirik dövlət sektoruna. Dövlət sektorunda fərqlər nələrdir? Faktiki əmək haqqı eyni şəkildə hesablanır. Gəlir vergisində fərqlər var. Gəlir vergisində əsas fərq nədən ibarətdir? Dövlət sektorunda. Dövlət müəssisəsində biz deyirik ki, 2500-dən aşağı, burada şərt 2500 qoyulur. 2500-dən aşağı əmək haqqı olduqda 200 AZN-dən azad olur. Yəni, əmək haqqından olan 200 AZN çıxmaqla qalan məbləğin 14%-ni tapırıq. 2500 AZN-dən yuxarı olduqda isə əmək haqqından 2500-ü çıxırıq. Yerdə qalan məbləğin isə 25% tapılır və üzərinə də 350 manatı gəlirik və hesablayırıq. Görürsünüz burada, düstur uzundur. Ona görə də bunu gəlib yenidən yazacağıq biz. Bu düstur yenidən necə yazılır? If var, şərt var çünki burada. Yenə istinad edirik faktiki əmək haqqına. Faktiki əmək haqqı bərabərdirsə sıfıra, vergül atırıq. Value if true, bura sıfır atacağıq ki, true'nu götürək. If'i yenə götürürük, daha doğrusu bircə dəqiqə. Vergül atdıqdan sonra if, tabı açdıq. Deyək ki, bərabərdir, kiçik bərabərdir 2500 AZN. Bayaq dediyim şərtlərə görə hesablayıram. 2500 AZN. Daha sonra yenə istinad edirik. Bura çıxılsın 200 AZN. Bunu mötərizə içində yazırıq. Ki, digər əməliyyatlarla qarışmasın. Aha, mötərizə içərisində yazdıq bunu, 200 AZN çıxmağı. Bunu vururuq 14%. 14%. Vergül atırıq 350. Üstə gəl. Bu hissəni götürdük. Bu hissəni. Çıxdıq 2500-ü. Bağladıq. Vururuq nəyə? 25%. Bayaq dedik axı bunu. 25%. Gördünüz uşaqlar, gəlir vergisi fərqlidir. Gəlir vergisi fərqli olduğu üçün, burada 2500 manat şərti olduğu üçün gəlir vergisi hamısı üçün hesablandı. Yəni, heç kim sıfır gəlir vergisi vermir. DSMF-də də fərqlər var. DSMF-də necə bir fərq var? Ümumi olaraq deyirik ki, dövlət müəssisəsində pul şərti yoxdur DSMF-də, amma işçinin əmək haqqının 3% tutulur. Yəni, ümumi olaraq faktiki əmək haqqını 3%-ə vururuq, cavabı tapırıq. İcbari tibbi sığorta, daha doğrusu işsizlikdən sığorta eyni olur hamısında. Bayaq dediyim kimi 0,5% ilə tapılır. Amma icbari tibbi sığortada da eyni qayda ilə gedir. Cəmi hesablayanda da yenə də sum funksiyasını tətbiq edirik. Əmək haqqını hesablayanda isə əmək haqqlarında görürsünüz fərq var. İkisi də əmək haqqı, yəni müqavilə əsasən eyni əmək haqqı yazılıb, amma dövlətdə işləyən daha az əmək haqqı alır. Səbəb nədir? Səbəb bunun gəlir vergisinin olmasıdır. Hansı ki, bu gəlir vergisinin olması digərlərinə hamısını çıxır və üstəliyir onu. Əmək haqqısını azalır. Burada götürürük faktiki əmək haqqından çıxırıq cəmi, yəni vergilərin cəmini. Bizə verir bu qədər bir məbləğ. Ümumi olaraq dərsimiz bu qədər idi. Növbəti dərslərdə görüşənədək.